Axşamınız xeyir olsun. Gecənin bu vaxtı story çəkib paylaşmağa məni vadar eləyən TikTokda səhifə açmış bəzi şərəfsizlərdir. Mən əslində bu vaxtda danışmaq istəmirdim. Çünki biz komanda şəklində artıq şikayətlərimizi göndərmişik və maksimum bir həftəyə o səhifələrin hamısı bağlanacaq. Şükr eləsinlər ki, hələ mən polisə falan müraciət etməmişəm. Mən sadəcə bu videonu niyə çəkdim? Çünki mənim bütün ətrafım mənə zəng eləyir və deyir ki, bu xəbər doğrudurmu? Baxın, bunu hər kəsə deməkdən bir yoruldum. Bunu birinci dəfə və axırıncı dəfə deyirəm. İki dünya bir olsa da, o xəbərlər heç vaxt doğru olmayacaq. Heç bir barışıq heç vaxt olmayacaq. Çünki mən həyatımdan çıxardığım insanları heç vaxt həyatıma geri qaytarmıram və keçmişə dönüb baxmıram. Yalnız gələcəyimə baxıram. Ona görə bu söhbətlər bağlansın, o səhifələr zaten bağlanacaq.